Görürsünüz nə qədər rəsmiyyətin, ixtisaslaşmanın, peşəkarlığın nə qədər önəmi var. Bir də bu məqamda ilə yeri gəlmişkən bu 3-5 manat irəli düşsün deyə sadə dildə deyirəm. Çindən qeyri-rəsmi formada maşın gətirmək istəyənlər olur. Şəxsən tanıyıram elə insanları. Külli miqdarda dələduzluqla üzləşənlər də olub. Məsələn, onlarla insandan 25-30 min manat alıb və heç bir avtomobil gətirməyib, işi polisdə olanlar da var. O baxımdan siz bu şəxslərə nə demək istəyərdiniz? Əgər tanımadığınız, bilmədiyiniz adamdan, ona boz deyirlər də, alverçidən, kimdənsə maşını alırsınızsa, ən azından əmin olun ki, o sizin maşını gətirib çıxaracaq və salamat gətirəcək. Yox, əmin deyilsinizsə, bilin ki, bu sizin riskinizdir. Siz o riski gözə alın. Gözə alın. Çünki bir çox hadisə baş verə bilər də. O adam aldada bilər sizi, o adam heç aldatmaq istəməz, özü başqa bir problemə düşər, yəni reallıqda sözünü yerinə yetirə bilməz. Adamdır da, yəni bu şirkət deyil, arxasında böyük büdcələr yoxdur. Qurum deyil. Çünki belə də müqavilə var ortada, arxanda bilirsən ki, bir şirkət var, kimin yaxasından yapacaqsan bu bəllidir. Hüquqi şəxs var, bəli. Burada isə X adam. Burada isə bilmirsən kimdir, bəli. Allah eləməsin, yəni həyatdır da, başına bir iş gəldi, yəni sənin pulun da getdi. Pulun getdi. Yəni bunu riski göz önünə almalısan.